inşallah bizim qələbəmizin 5 illiyidir. Böyük məsələdir. And olsun Allah'a, Allahın böyük lütfüdür. Böyük neymətidir bu. Böyük neymətidir bu. Allah dünyasını dəyişən şəhidlərimizi İmam Hüseyndən ayrı salmasın. Tam qələbə, aşkar qələbə və bütün, mən o zamanda da bunu deyirdim, bütün şəhidlərimizin məclislərində, indi də deyirəm. Bəlkə də yer üzərində yeganə müharibələrdən idi ki, bütün nizam intizama görə, bütün hüquq qaydalarına görə, bütün səmavi qaydalara görə, bütün dinlərə görə bizim işimiz haqq işi idi. Harada var belə bir şey? Bütün məsəl dinlərə görə. Git hansı bir dinədir, bəli, torpaqlarımız işğal altındadır, təcavüz olunub, vətənimizə hücum olub, ana bacılarımıza təcavüz olub, əsir olunub, balalarımız öldürülüb və öldürülürdü. Bəli, bütün bunu hara geçsin, hansı qanuna geçsin, deyəcək, bəli, sən tamamilə doğrusan, haqsan, sənin işin haqq işidir. Və ona görə biz Allahın lütfün də, Allahın köməyin də, inayətin də gördük, birliyi gördük, vəhdəti gördük, ürəklərin o cür birləşməsini gördük və bu ilahi imdadın vasitəsi ilə, balalarımızın qeyrəti və şücaəti vasitəsi ilə, ağıllı kişilərin tədbiri nəticəsində, bəli, Allah bizə bu böyük qələbəni nəsib elədi, Allah bu qələbəmizi əbədi eləsin inşallah. Böyük neymətdir bu.